Bal dünyada ən çox saxtalaşdırılan məhsullardan biridir. Həm alıcıların əksəriyyəti xalis balın necə olduğunu bilmir, həm də balın keyfiyyətini yoxlamaq olduqca çətin və bahalı bir prosesdir. Şəkərsiz, əlavəsiz, tam təbii, təmiz bal əldə edə biləcəyiniz bir səhifə bölüşmək istəyirəm. Səhifə Nektar Az adlanır. Nektar Azın məhsullarının arxasında dürüst, işini bilən və vicdanla işləyən, insanların sağlamlığını düşünən arıçılar dayanır. Məqsədləri sadəcə məhsulun satışını həyata keçirmək deyil, sağlam həyat tərzini seçən insanlara həqiqi və təmiz məhsul təqdim etməkdir. Saxta bal yeməkdənsə ümumiyyətlə bal yeməmək daha yaxşıdır. Nektar Azın ən böyük fərqi də odur ki, məhsulları əvvəlcə dadmaq, sonra ödəniş etmək mümkündür. Heç bir səhifə bunu etmir. Mən də Nektar Azdan 3 ədəd 280 qramlıq bal sifariş etdim. Taxtadan bal qaşığı ilə birlikdə. İlk onu qeyd edim ki, çox səliqəli paketlənmişdi, həqiqətən çox bəyəndim. Kənd balıdırlar. Balların hər birinin adını qeyd etmək istəyirəm. Sincan kəndindən çiçək balı üstəgəl akasiya, Qışlaq kəndindən çiçək balı üstəgəl meşə və Filfilli kəndindən çiçək balı üstəgəl dağ. Pankek hazırladım və balla birlikdə dadına baxdıq. İnanın mənə, həqiqətən bal möhtəşəmdir. Daddıqda təmizliyi, təbiiliyi hiss olunur. Dadı çox ləzzətlidir. Sifariş etmək istəyənlər üçün səhifəni qeyd etdim.